Siyasətə qarışmıram o deməkdir ki, məni maraqlandırmır ki, məni necə idarə edəcəklər. Mən öz haqq və hüquqlarımdan artıq vaz keçmişəm. Məni istədikləri kimi bir təbə kimi idarə edə bilərlər, mənə istədikləri zülmü verə bilərlər. Maaşımız özümüzü ödəmir. Uşaqları nətər ödəsin? Uşaqlar kim üçün böyüyür? Vətən üçün. 44 günlük müharibədə kimlər can verdi? Övladlarımız. İndi onların təhsil alması üçün yaxşı versələr elə bir ki, onun dəftərinə, qələminə, karandaşına, kitabına biraz kömək olar da. Dövlətin bu boyda gəlirləri var, nəyi var? Cəmaata heç bir köməklik eləmirlər. Məsul qurumlara nə demək istəyirsiniz? Nə deyərəm? Deyərəm ki, ancaq uşaqlı versinlər, iş yer açsınlar, cəmaata nə bilim rifahı yaxşılaşdırsınlar və salamlar. Demək ki, mənə gəlib 100 min cimə pul bas. Üçün bir çörək pul çıxsın da, bir imkan dərəcəsində, hər şey bahalı bir dəqiqə. Dükkana girmək olmur. Vallahi mən eləyim yaxşı, girib oğurluq eləyim. Olmur axı bu yaşda. Dolanmaq lazım. İndi Allah şu sərvətimiz var, hər şeyimiz var. Bunu yəni eləmək olar. Dövlətə demək istədim ki, bu uşaq pulu versinlər də. Bir də ki, Qarabağ veteranlara 80 manatdır. Sonra biraz bunu qaldırsınlar, eləsinlər 150 manat. Deməm ki, mənə gəl 1000 manat cibimə pul bas. Sonra bunu bir babat elədə 80 manat mənə harama bəs edir. Mən əziyyət çəkmişəm 4 ildir. Baxarım var, nə bir şey, nə pensiya alam, nə maaş alam, heç nə. Oturmuşam, sigareti gələm, dükkandan götürmüşəm, bir qonşudan sigaret alıb tıkır. Bu nə dövlətdir? İnsanlar da mənə kimi. Hamısı bir də acından ölür, hamısı